Əziz dostlar, hərdən mənə deyirlər ki, belə görkəmə bağlı deyirlər ki, Seyran Səxavət yekəxanadır. Vallahi mən yekəxana deyirəm. Sadəcə dünənki kişiləri, büyükü kişilərlə müqayisə edəndə halım xarab olur, pis oluram. Ona görə dünənki kişiləri görən adam ki, büyükü kişilərin böyük əksəriyyətini bəyənmirəm. Bir də yaxşı edirəm. Bəyənəndə mən kimlərsə icazə almalı deyiləm, indi bir misal çəkəcəm sizə. Bizim görkəmli və tanınmış yazıcımız Əli Vəliyev, Əli Qaraoğlu. Qısa deyəcəm, Mirzəfər Bağırov kimi bir şəxsin zamanında Komünist qəzetinin baş redaktoru olub bu adam. Öz müxbirini, gözünün biri kör olan müxbirini, Pobedasını verir, xidməti Pobeda maşını ki, təcili get Yevlaqdan filan materialı hazırla gəl. Qısa deyəcəm, gəlir Yevlağa, o vaxtda raykom binaları bir mərtəbəli binalardır. İndikilər kimi təmtəraq yox olur. Elə raykomun birinci katibinin pəncərəsinin qabağından fırlanıb içəri keçmək istəyəndə raykomun yanında ikinci katib durur. Və görür ki, bu müxbir gəldi. Və raykoma deyir ki, pəncərə açılmış, bu kör müxbir yenə gəldi. Və kör müxbir də ta içəri girmir. Oradan bilir maşına qayıdır. Əli Vəliyev deyir, nə oldu material? Deyir, olmadı. Niyə? Deyir, belə-belə. Danışır əhvalat ki, dedi, bu kör müxbir filan. Deyir, yaxşı, gələk mənim otağıma. Əli Vəliyev otağına gelirlər. Əli Vəliyev Mirzəfər Bağırovla birbaşa telefonunu götürəndə dəstəyi götürür, o başdan Mirzəfər Bağırov deyir, eşidirəm Əli Qaraoğlu. Əli Vəliyev çox qısa deyir ki, yoldaş Bağırov, icazə ver, Yevlaqda bircə günlüyə Bağırov olun. Mirzəfər Bağırov deyir ki, ol. Adboy verirəm. Əli Vəliyev həmin o ikinci katibin dediği kör müxbirlə oturur, maşına gedir gecə saat 11'də zadda çatır Yevlağa. Raykomun bürosunu çağırır, birinci katibi də, ikinci katibi də işdən azad edir. O kör müxbiri Yevlağa birinci katib qoyur və qayıdır gəlir. İndi mənim əzizlərim, mən o cür kişilər görmüşəm, o cür kişilərlə haqqı salamım olur. Mirzəfər Bağırova kim deyə bilərdi ki, icazə ver, bircəcə günlüyə Yevlaqda Bağırov olub. Onu Əli Vəliyev kimi kişi deyə bilərdi. Ona görə də mən o cür kişiləri gördüyümə görə, indiki kişiləri müqayisə edirəm, görürəm indikilər